Salam, hər vaxtınız xeyir əziz 6-cı sinif şagirdləri. Bu videoda mən sizə ümumiləşdirici tapşırıqları izah edəcəm. İzaha başlamazdan əvvəl qeyd edim ki, əgər riyaziyyat dərsliyində tapşırıqların ardıcıl olaraq izahının gəlməsini istəyirsinizsə, onda siz də mənə dəstək olmaq üçün kanala abunə olun və videoları bəyənin. Keçək tapşırıqların həllinə. Birinci tapşırıq. Riyazi ifadə şəklində yazın. Deməli, A bəndində bizə deyilir ki, M-in 3 misli ilə M-in fərqi. M-in 3 misli deyəndə bu deməkdir ki, M-in 3 qatı, yəni M 3-ə vurulur. M 3-ə vurulanda hasil belə yazılır. 3M və N-in fərqi. Fərq bilirik ki, çıxma əməlidir. Deməli, ifadəmiz olacaq 3M çıxılsın M. B bəndinə gəlin baxaq. M və N ədədlərinin cəmini -3-ə hasili. Burada M və N ədədlərinin cəmindən söhbət gedir. Deməli, biz M üstəgəl N-i mötərizədə yazmalıyıq. Vurulsun -3. Çünki -3-ə hasili. -3-ü də mötərizənin qarşısında yazaq. -3-ü yazaq mötərizənin qarşısında. Yəni, -3 vurulsun. Mötərizədə M üstəgəl N. Keçirik C bəndinə. C-nin 2 misli ilə D-nin 3 mislinin cəmi. 2 misli 2-yə vurma deməkdir, 2 qatı deməkdir. C-nin 2 misli, yəni 2C ilə ifadə olunur. D-nin 3 misli 3D və onların cəmi. Cəm də toplama əməlidir. Deməli, 2C üstəgəl 3D. Sonuncusu, x-in kvadratı ilə y-in 4 mislinin cəmi. X-in kvadratı. Ədədin kvadratı nə deməkdir? Ədədin kvadratı ədədin öz-özü ilə 2 misli deməkdir. Yəni, özünün özünə hasili də, belə deyək. X-in kvadratı, yəni x vurulsun x. Bu da x üstü 2 ilə ifadə olunur. Y-in 4 mislinin cəmi. Y-in 4 misli, yəni y-i 4-ə vurulur. Cəmi də toplama əməlidir. X kvadrat üstəgəl 4y. Keçək ikinci tapşırığa. İkinci tapşırıqda verilmiş ifadələrin əvvəlcə cəmini, sonra isə fərqini yazın və alınan ifadələri sadələşdirin. Deməli, tapşırıq 2. A üstəgəl B ilə A çıxılsın B-nin, A üstəgəl B ilə A çıxılsın B-nin əvvəlcə cəmini yazmalıyıq. Biz hər iki ifadəni mötərizədə yazdıq və mötərizənin arasında toplama əməli qoyduq. Çünki onların cəmini yazmalıyıq və mötərizələrin açılması dərsinə aiddir. Əgər mötərizənin qarşısında müsbət işarəsi varsa, biz bilirik ki, mötərizələr atılır və mötərizənin içindəki ifadələrin işarəsi olduğu kimi saxlanılır və oxşar hədlər islah olunur, ifadə sadələşdirilir. A ilə A oxşar həddir. Hər ikisinin işarəsi müsbətdir. Əmsalları toplanılır. 1A, 1A toplanılır. Olur 2A, B və -B. Fikir verirsiniz. Bunların əmsalları əks işarəlidir. 1 və -1. Əks işarəli ədədləri toplayanda sıfıra çevrilir. Deməli, cavabımız olur 2A. Bu, onların cəmi. İndi onların fərqini yazırıq. A üstəgəl B çıxılsın, A çıxılsın B. Birinci mötərizə atılır, A üstəgəl B olduğu kimi yazılır. İkinci mötərizəni atanda diqqətlə fikir veririk. Mötərizənin qarşısında mənfi işarəsi var. Deməli, mötərizə atılır, amma mötərizənin içindəki ifadələrin işarəsi əksinə yazılacaq. A-nın işarəsi əksinə yazılacaq, -A. -B-nin işarəsi qarşısında mənfi olduğu üçün əksinə yazılacaq, üstəgəl B. Bu zaman A-lar əks işarəli olur, sıfıra çevrilir. Onların cəmi B-lər də hər ikisi müsbətdir, toplanılır, əmsalları olur 2B. Keçirik B bəndinə. Yenə də oxşar qayda ilə 2A üstəgəl 3B bir dəfə 3A çıxılsın 2B ilə toplayırıq, bir dəfə çıxırıq. İndi hələlik toplanılmasına baxırıq. Deməli, mötərizələr atılır. 2A üstəgəl 3B. Hər iki mötərizənin qarşısında müsbət işarədir. Ona görə mötərizənin içindəki ifadələrin işarəsi olduğu kimi saxlanılır. Oxşar hədləri islah edirik. 2A da müsbətdir, 3A da müsbətdir. Sizə demişdim, oxşar hədləri islah edəndə hər iki hədin sol tərəfindəki işarəyə baxırsınız, sol tərəfindəki işarəyə. Hər ikisi müsbət olduğu üçün əmsalları toplanılır, olur 5A. 3B
və mənfi 2B fikir verirsiniz. 2B-nin sol tərəfində mənfi işarəsi var. 3B-də müsbət işarəsi var. Yəni ancaq sol tərəfdəki işarələrə baxılır. Olur 3B çıxılsın 2B. Bu da bizə müsbət B verir. Yazırıq üstəgəl B. İkinci dəfə bu ifadələrin fərqini yazmaq lazımdır. 2A üstəgəl 3B çıxılsın. 3A çıxılsın 2B. Birinci mötərizə atılır. İçindəki ifadə olduğu kimi yazılır. Çünki qarşısında heç nə verilməyib, belə deyək. İkinci mötərizənin qarşısında mənfi işarəsi var. Olacaq mənfi 3A üstəgəl 2B fikir verdiniz. İşarələr əksinə dəyişdi. 2A çıxılsın 3A oxşar hədlərdir. Əmsallar çıxılır. 2 çıxılsın 3. Bu da bizə verir. Mənfi 1 A, yəni mənfi A. 3B-də müsbətdir, 2B-də müsbətdir. Əmsallar toplanılır. Olur 5B. Üstəgəl 5B. Davam edək. Uşaqlar, keçək üçüncüsünə. Sevəndə 3A çıxılsın deyə. 3A çıxılsın deyə. Üstəgəl A, üstəgəl 3B. Toplamadır, mötərizələr atılır. Mötərizənin içindəki ifadələrin işarəsi olduğu kimi saxlanılır. 3A üstəgəl A olur 4A. Mənfi B üstəgəl 3B. Mənfi B-nin əmsalı mənfi 1-dir. Mənfi 1 üstəgəl 3. Bu da bizə müsbət 2B verir. Çünki 3-dən 1-i çıxırıq. Olur 4A üstəgəl 2B. İkinci dəfə bu ifadələri çıxırıq. Mötərizələrin arasında çıxma işarəsi yazırıq. Birinci mötərizənin qarşısında müsbətdir. Olduğu kimi qalır. İkinci mötərizəni açanda diqqətli olursunuz. Mötərizənin qarşısında mənfi işarəsi var. A-nın işarəsi əksinə yazılır, çıxılsın A. 3B-nin də işarəsi əksinə yazılır, çıxılsın 3B. 3A çıxılsın A. Bizə verir 2A. Mənfi B, mənfi 3B. Hər ikisi mənfidir, görürsünüz. Bu zaman toplayırıq, işarəsi mənfi. Yəni əmsallar toplanılır, 1 və 3 toplanılır, olur 4B. 2A çıxılsın 4B. Keçirik üçüncü tapşırığın əlini. A bəndi. 4 vurulsun. 3x çıxılsın. Y çıxılsın. 2. 4'ü mötərizənin içindəki ifadələrin hər birinə vurmaq lazımdır. 4'ü 3x-a vururuq. 12x 4'ü mənfi y-ə vururuq. İşarələrə diqqətlə fikir verəcəyik uşaqlar. Y-in qarşısında çıxma var. Ona görə yəni mənfi işarə olacaq. 4'ü y-ə vururuq. 4y. 4'ü mənfi 2-yə vururuq. Mənfi 8. Yəni 4'ü mötərizənin içindəki hər bir həddə vurmaq lazımdır. Çox zaman siz 4'ü 3x-a vurursunuz. Amma digər hədlərə y-2-yə vurmuşsunuz. Yəni belə olmaz. B bəndi. Mənfi 3 vurulsun. 4 S çıxılsın 2D çıxılsın 5. Mənfi 3'ü 4S'yə vururuq. Mənfi 12 S. Mənfi 3'ü mənfi 2D'yə vururuq. Baxın, hər ikisində mənfi var. 2 mənfi ədədə vuranda hasilimiz müsbət olur. Deməli 6D. Mənfi 3'ü mənfi 5'ə vururuq. Hər ikisində mənfi işarəsi var. Yenə də toplama olur. 3 vurulsun 5. 15. Keçirik sevəndirə. Mötərizənin qarşısında mənfi işarəsi var. 8A üstəgəl 9 B çıxılsın 4. Baxın, burada uşaqlar, mötərizənin qarşısında sadəcə mənfi işarəsi qoyulub. Siz təsvir edin ki, mənfi 1-dir burada. Yenə də mənfi 1-i mötərizəyə vuranda işarələr dəyişəcək. Bunu belə qəbul edək, mötərizələrin açılmasına aiddir. Mötərizənin qarşısında mənfi işarəsi olduğu üçün mötərizənin içindəki ifadələrin hər birinin işarəsi əksinə dəyişəcək. 8A mənfi olacaq, 9B də mənfi olacaq. Mənfi 4 qarşısında da bir mənfi olacaq. Üstəgəl 4. D bəndinə gəlin baxaq. Mənfi mötərizənin içində. Mənfi 4y üstəgəl 5x çıxılsın 1. Baxın burada uşaqlar. Mənfi mənfi. 2 mənfi olanda demişik ki, müsbət yazırsınız. Müsbət 4y. Mənfi, amma mötərizənin içində üstəgəl 5x. Deməli, işarə dəyişəcək. Olacaq. Çıxılsın 5x. Mənfi 1. Mötərizənin qarşısında da mənfi işarəsi var. İşarə olacaq müsbət üstəgəl 1. Keçək 4-cü tapşırığın həllinə. Deməli, burada boş xanalar var. Uşaqlar,
Gəlin diqqətlə fikir verək. Fikir verin, sol tərəfdə -3 vurulsun, 4n çıxılsın, boş xanada n verilir və sağ tərəfdə də deməli, birincidə n-in əmsalı boş xana qoyulub, özümüz tapmalıyıq. Üstə gəl 18n. Biz burada hardan başlayaq? Deməli, 18m görürük. 18m. Deməli ki, -3 nəyəsə vurulub, olub 18m. Və mötərizənin içərisində burada çıxma işarəsində görürük. 3'ü 6'ya vuranda 18 edirlər, düzdür? Deməli, birinci boş xananın içində 6 var imiş. Yəni, bax, burada mən sizə misal şəklində göstərəcəm onu. -3 vurulsun, mötərizədə 4n çıxılsın. Deməli, boş xananın içində 6 var imiş. 6m bərabərdir. -3'ü 4'e vuranda -12m, -12m. Deməli ki, burada n-in əmsalı da -12 imiş və -3'ü də deməli -6m-ə vurduqda olacaq müsbət 18n. Müsbət 18n. Boş xanaların içində birinci boş xanada var imiş 6. Birinci boş xanada 6 var imiş. İkinci boş xanada isə -12. İndi B bəndinə gəlin baxaq. -9n çıxılsın. 9n çıxılsın. 6n. Bərabərdir. Baxın, boş xana qoyub. Mötərizənin içində yazıb ki, -3n üstəgəl m. Üstəgəl m və m-in də əmsalını bilmirik. İndi gəlin baxaq. Mötərizənin qarşısında hansısa əmsal var, vurulub -3-nə, olub 9n. Axın, 3'ün işarəsi mənfi idi, amma burada 9n müsbətdir. Deməli, mötərizənin qarşısında -3 var imiş. -3. -3'ü -3'ə vuranda olub 9n. İndi m-ə gəlin baxaq. -6m işarəsi mənfidir. Deməli, -3'ü müsbət 2'yə vurub. Müsbət 2'yə. Axı, 3'ün burada işarəsi mənfidir. -3'ü vurub müsbət 2'yə olub -6m. Deməli, əmsallarımız burada. Yəni, birinci boş xanada -3 imiş. İkinci boş xanada isə müsbət 2 olub. Baxaq C bəndinə. C bəndində əvvəlcə bir dənə mənfi işarəsi var. Mötərizənin içində boş xana var. Sonra yazılıb C, çıxılsın 7D bərabərdir 8C üstəgəl yenə bir dənə boş xana var və dəyişəni də D-dir. Gəlin baxaq. Mötərizənin qarşısında mənfi işarəsi var. Amma burada mötərizə açılanda olub 8C. Deməli, C-nin əmsalı da mənfi imiş. -8 imiş. Qarşısında da bir mənfi olub müsbət 8C. Sonra D-yə baxaq. Mötərizənin içində çıxılsın 7D-dir. Çıxılsın 7D. Amma qarşısında da bir mənfi işarəsi var. -7 olmalıdır müsbət 7. Deməli, burada ikinci boş xanada müsbət 7 var. İndi bizdə çatışmayan əmsallar hansılar idi? Birincisi oldu -8. İkinci boş xanada isə oldu 7. Keçid alaq. D bəndinə. 6C. Üstəgəl yenə bir boş xana var. Dəyişəni D-dir. Bərabərdir. Yenə qarşısında, mötərizənin qarşısında əmsal verilməyib bizə. 3C üstəgəl 4D. Gəlin buna baxaq. Əvvəlcədən bizə 6C verilmişdi. Mötərizənin içində 3C-dir. Deməli, qarşısında 2 var imiş. 2 3C-yə vurulub, olub 6C. Və indi fikir verin, 2 4D-yə də vurulmalıdır yaxı onda. 2 4D-yə vurulsa, onda 8D olmalıymış. Deməli, birinci boş xananın qiyməti 8 imiş. İkinci boş xananın qiyməti isə 2 olub. Keçirik Y bəndinə. 6 vurulsun. Yenə də boş xana.
Dəyişən x-dır, çıxılsın 5y bərabərdir. Mənfi 12 x çıxılsın, yenə boş xana var, dəyişən y-dir. Gəlin fikir verək. 6-nı nəyisə vurub olub mənfi 12. Deməli, əmsal burada mənfi 2-dir. Birinci çatışmayan boş xanamızdakı əmsal mənfi 2 imiş. İndi 6-nı mənfi 5-ə vuranda nə olmalıdır? 6-nı mənfi 5-ə vuranda olmalıdır mənfi 30. Deməli, y-in də elə əmsalı olub 30. Onda ikinci xanada da bizdə çatışmayan ədəd 30-dur. Keçirik F-ə. Yenə də x-in əmsalı verilməyib bizə, çıxılsın 16y bərabərdir. Mənfi 4 vurulsun 3x üstəgəl y-in əmsalı yoxdur. Gəlin baxaq. Mənfi 4-ü 3-ə vuranda mənfi 12. Deməli, x-in əmsalı mənfi 12 imiş. Mənfi 4-ü də axı y-in əmsalına vurmaq lazım idi sonradan. Mənfi 4-ü y-in əmsalına vuranda olub mənfi 16y. Deməli, y-in əmsalı 4 imiş. Mənfi 4-ü 4-ə vurub olub mənfi 16. Onda bizdə çatışmayan əmsallar boş xanalarda. Birinci boş xanada mənfi 12 olub. İkinci boş xanada y-in əmsalı idi. Bu da 4 olub. Davam edək, uşaqlar. Keçirik 5-ci tapşırığa. 5-ci tapşırığın A bəndi. Mötərizələri açın və x çıxılsın y bərabərdir 3 olduğuna əsasən ifadənin qiymətini tapın. Gəlin fikir verək. X üstəgəl mötərizədə 4 çıxılsın y. Bizə deyir ki, mötərizəni açın və sonra x çıxılsın y bərabərdir 3 ifadəsindən istifadə edin. Mötərizələr açsaq, olur x üstəgəl 4 çıxılsın y və x çıxılsın y-i biz qruplaşdırsaq, x çıxılsın y üstəgəl 4. Bu şəkildə yaza bilərik. Və x çıxılsın y-in də qiymətini bizə verir 3. Deməli, gətir yerinə yazarıq. 3 üstəgəl 4 bərabərdir 7. İndi B bəndinə gəlin baxaq. X çıxılsın 5 üstəgəl y. Yenə mötərizə açılır. Mötərizənin qarşısına mənfi işarəsi var. X çıxılsın 5, çıxılsın y. Mötərizənin qarşısına mənfi olduğu üçün hər ikisinin işarəsi əksinə yazıldı. Yenə də x çıxılsın y qruplaşdıraq. Üstəgəl, daha doğrusu çıxılsın 5. X çıxılsın y bizə 3 verib. 3 çıxılsın 5 bərabərdir mənfi 2. İndi keçirik C bəndinə. X çıxılsın 4, üstəgəl 7 çıxılsın y. Mötərizələri açırıq. X çıxılsın 4, üstəgəl 7 çıxılsın y. X çıxılsın y-i qruplaşdırıram. Və mənfi 4 üstəgəl 7 oxşar hədlərdir. 7-dən 4-ü çıxıram, olur müsbət 3. X çıxılsın y-in bizə qiymətini vermişdi. Axı x çıxılsın y 3-ə bərabər idi. Gətirib yerinə 3 yazıram, olur 3 üstəgəl 3. Bu da bizə verir 6. Keçirik sonuncuya. X üstəgəl 6 çıxılsın y üstəgəl 4. Y üstəgəl 4. Mötərizələri atırıq. Birinci mötərizənin qarşısında müsbətdir, olduğu kimi yazılır. İkinci mötərizənin qarşısında mənfidir, işarələr əksinə dəyişir. Və yenə də x çıxılsın y-i qruplaşdırırıq. Çünki x çıxılsın y-in qiymətini bizə verir, yerinə yazırıq qiymətin. Müsbət 6 mənfi 4 olur, müsbət 2. X çıxılsın y-in də qiymətini 3 verib, 3 üstəgəl 2, cavabımız olur 5. 6-cı tapşırıqda da bizə ifadə verib 2x çıxılsın 3y bərabərdir 7. A bəndinə gəlin baxaq. Mənfi 2x üstəgəl 3y. Baxın uşaqlar,
Bize 2x çıxılsın 3y verilmişdi. Biz ifadənin içində 2x çıxılsın 3y yaratmalıyıq ki, qiymətini 7-ni gətirib yəni istifadə edək. Bunun üçün mənfi işarəsini atırıq mötərizənin qarşısına. Bu zaman mötərizənin içində ifadələrin qiyməti əksinə yazılır. 2x çıxılsın 3y. Həqiqətən də mötərizənin qarşısında mənfi işarəsi olduğu üçün mötərizəni əgər biz təzədən açsaq, onda olacaq mənfi 2x üstəgəl 3y. 2x çıxılsın 3y-nin qiymətini bizə 7 vermişdir. Deməli cavabımız olur mənfi 7. Və keçirik B bəndinə. 4x çıxılsın 6y. Baxın, bizə 2x çıxılsın 3y vermişdi. Burada 4x çıxılsın 6y. Hərəsi 2 dəfə artırdır. 2-ni çıxarırıq mötərizənin xaricinə. Bu da ortaq qrupu mötərizənin xaricinə çıxarılması dərsinə aiddir. 4x-i 2-yə bölürük, olur 2x. Mənfi 6-nı 2-yə bölürük, olur mənfi 3. Və gətirib qiymətini yerinə yazırıq. 2x çıxılsın 3y 7 vermişdi. Mötərizənin yerinə 7 yazırıq və bu da bizə verir 2 vurulsun 7, yəni cavabımız olur 14. Keçid alırıq C bəndinə. Mənfi 6x üstəgəl 9y. Baxın uşaqlar, bizə isə 2x çıxılsın 3y verilmişdi. Onda biz mənfi 3-ü mötərizənin qarşısına yazırıq, yəni mötərizə xaricini çıxarırıq mənfi 3-ü. Mənfi 6-nı mənfi 3-ə bölürük, olur 2x. 9y-i mənfi 3-ə bölürük, olur mənfi 3y. Və biz 2x çıxılsın 3y bərabərdir 7 ifadəsindən burada istifadə edə bilərik. 2x çıxılsın 3y yerinə 7 yazırıq, mənfi 3 vurulsun 7, olur mənfi 21. Keçirik sonuncusuna. 12 çıxılsın 12x üstəgəl 18y. Fikir verirsiniz uşaqlar. Qarşısında 12, yəni sərbəst həddi var. 12 olduğu kimi yazılsın. 12 və 18-dən əgər biz mənfi 6-nı mötərizə xaricinə çıxartsaq, mənfi 12-yə mənfi 6-ya bölərik, onlar 2x. 18y-i də mənfi 6-ya bölərik, onlar mənfi 3y. Və biz verilmiş ifadədən burada istifadə edə bilərik. 12 çıxılsın, 6 vurulsun. Həmin bax bu 2x çıxılsın 3y-in yerinə gətirib 7 yazarıq, qiymətini bizə vermişdi. Onlar 6 vurulsun 7. Yəni onlar 12 çıxılsın 6 vur 7, yəni 42. İfadə edə bilirsiniz ki, vurma əməli varsa birinci vurma yerinə yetirilir. 12-dən də 42-ni çıxarırıq, cavabımız olar mənfi 30. 7-ci tapşırığın həllinə baxaq. Oxşar tapşırıqdır. Burada da x və y-in qiymətləri verilib uşaqlar. X-i verib 32, y-in də qiyməti mənfi 35. Və bizə ifadə verilib 4x üstəgəl 4y. Orta qurğu mötərizə xaricini çıxarın və dəyişənlərin verilmiş qiymətlərində ifadənin qiymətini hesablayın. Yenə də 4-ü ortaq qurğu kimi mötərizənin xaricinə çıxarırıq, qalır x üstəgəl y və sonra gətirib x və y-in qiymətini yerinə yazırıq. X-in qiyməti 32, y-in qiyməti mənfi 35 və 32-dən 35-i çıxırıq. Mənfi 3, 4-ü də mənfi 3-ə vururuq, mənfi 12. B bəndində A-nın qiyməti verilib mənfi 27, B-nin qiyməti verilib mənfi 23. Və ifadəmiz 17 A çıxılsın 17 B. Hər ikisində 17 görürük. Deməli 17 ortaq qurğudur. Çıxır mötərizənin xaricinə, qalır A çıxılsın B və gətirib yerinə qiymətini yazırıq. 17 vurulsun A-nın yerinə yazırıq mənfi 27 çıxılsın B. B-nin də işarəsi mənfidir yaxı. 2 dənə çıxma olduğu üçün burada toplama işarəsi yazılır. 17 vurulsun. Mənfi 27-in üstünə 23 gəlirik. Müxtəlif işarəli ədədlərdir. 27-dən 23 çıxılır. Sadəcə işarəsi mənfi olur. Olur mənfi 4. 17-ni də mənfi 4-ə vururuq. Cavabımız olur mənfi 68. Keçirik üçüncüsünə. Üçüncüsü C bəndi. M-in qiyməti verilib 31, N-in qiyməti verilib mənfi 11. Gətirib yazılır ifadəmizdə. 13-ü çıxarırıq mötərizə xaricinə, qalır M üstəgəl. 39-u da 13-ə bölürük 3.
M yaddan çıxdı. Burada M də var. Deməli, M üstə gəl 3 M. 13 vurulsun. M'in qiyməti 31 yazırıq yerinə. Üstə gəl 3 vurulsun. N'in qiyməti -11. -11. Diqqətlə gəlin baxaq. 13 vurulsun. 31. 3 vurulur -11-ə -33. Deməli çıxılsın. Yazmalıyıq, çıxılsın 33. Bərabərdir. 13 vurulsun. 31-dən 33 çıxırsınız. -2. Bu da bərabərdir. -26. Bu da oldu 7-ci tapşırığın həlli. İndi keçirik 8-ci tapşırığa. 8-ci tapşırıqda da ifadənin sadələşdirilməsidir. Deməli, mötərizəni açmaq lazımdır. A bəndində yazılıb ki, 6M çıxılsın, 6M çıxılsın, 3 vurulsun, M çıxılsın, 7. Mötərizəyə vurub açırıq. 6M hələlik olduğu kimi qalır. -3 M-ə vururuq. -3M. -3-ü -7-yə vururuq. Baxın, hər ikisində mənfi var. Olur, üstə gəl 21. Bərabərdir. 6M çıxılsın 3M. 6-dan 3'ü çıxırıq. Müsbət 3 olur. 3M üstə gəl 21. Keçirik bir rəndinə. 2 vurulsun. 5 çıxılsın 2M. Çıxılsın 3M. 2 vurulsun 5. Bizdə 10 verir. 2-ni -2-yə vururuq. Olur, çıxılsın 4M və mötərizədən sonra çıxılsın 3M də var. Hərdən çaşırsınız uşaqlar, 2-ni 3-ə də vurmaq istəyirsiniz. 3-ən axı mötərizənin içində deyil, ayrıdır. Ona görə 2 ancaq mötərizənin içindəki ifadələrə vurulur. 3-ən olduğu kimi qalır. Burada oxşar hədlər -4N, -3N. Amma 10 yanında deməli N yoxdur, görürsünüz. 10 olduğu kimi saxlanılır. -4, -3 olur. -7N. Keçirik C bəndinə. 7 vurulsun. 3x çıxılsın. 6. Çıxılsın. Mötərizədə x çıxılsın. 8. Yenə də mötərizəyə vurub açırıq. 7-ni 3x-a vururuq. 21x. 7-ni -6-ya vururuq. -42. Mötərizənin qarşısında mənfi işarəsi var. Olur, çıxılsın x. -8 qarşısında da mənfi var. Olur, üstə gəl 8. Və oxşar ədlər 21x çıxılsın x. Bizə verir 20x. -42, müsbət 8. 42-dən 8-i çıxırıq. İşarəsi mənfi olur. 34. Keçək D bəndinə. Mənfi mötərizədə 9 çıxılsın 3K. Çıxılsın 4 vurulsun. Mötərizədə 3K çıxılsın 5. Baxın uşaqlar. Mötərizənin qarşısında mənfi işarəsi var. Olacaq -9. Yəni işarələr əksinə dəyişəcək. Üstə gəl 3K. Burada -4 3K-ya vurulacaq. -12K. -4 -5-ə vurulacaq. Olacaq müsbət 20. Və oxşar hədlərimiz 3K çıxılsın 12K. Və 12-nin işarəsi mənfi olduğu üçün -9K. Və -9 müsbət 20. 20-dən 9-u çıxırıq. Müsbət 11. Olur, cavabımız -9K üstə gəl 11. Keçirik Y bəndinə. 2 vurulsun. A çıxılsın 3B. Çıxılsın 3A. Üstə gəl 2B. Çıxılsın 7. 2-ni A-ya vururuq. 2A. 2-ni -3B-yə vururuq. -6B. Mötərizənin qarşısında mənfi işarəsi var. -3A. 2B-nin də qarşısında mənfi var. Çıxılsın 2B. -7 qarşısında da mənfi var. Müsbət 7. 2A-dan 3A-nı çıxırıq. -A. -6B, -2B hər ikisində mənfi var. -8B. Üstə gəl 7. Və sonuncu F. 3 vurulsun. Mötərizədə 4A. Çıxılsın 2B. Çıxılsın
9 çıxılsın 5 vurulsun A üstə gəl 3B çıxılsın 6. 3 vurulsun 4A bizə verəcək 12A. 3 vurulsun mənfi 2B olacaq mənfi 6B. 3 vurulsun mənfi 9 olacaq mənfi 27. Mənfi 5'i A'ya vururuq. Mənfi 5A. Mənfi 5'i müsbət 3B'yə vururuq. Mənfi 15B. Mənfi 5'i mənfi 6'ya vururuq. Müsbət 30. Əvvəl A'lardan başlayaq. 12A çıxılsın 5A bizə verir 7A. Mənfi 6B, mənfi 15B, hər ikisində mənfi var, toplanılır. Mənfi 21B, mənfi 27 və müsbət 30. Bunlar da oxşar hədlərdir. Deməli, 30'dan 27 çıxılır, 30'un işarəsi müsbət olur, üstə gəl 3. Bu da oldu, deməli, 8-ci tapşırığın izahı və keçid alırıq 9-cu tapşırığa. Tapşırıq 9. Gəlin baxaq. Sadələşdirin və dəyişənlərin verilmiş qiymətində ifadənin qiymətini hesablayın. Bayaq da buna oxşar tapşırıq həll etmişdik. İfadənin qiyməti verilib. X bərabərdir. Mənfi 6 və biz əvvəlcə verilmiş ifadəni sadələşdirib axırda gətirib qiymətini yerinə yazırıq. Mənfi 2 vurulsun. Mötərizədə X çıxılsın 7. Mötərizəni bağladıq. Çıxılsın mənfi 5X. Mənfi 5X. Üstə gəl 18. Siz çox vaxt X-in qiymətini gətirib əvvəldən qoyursunuz mötərizənin içinə, belə olmaz. Birinci ifadə sadələşməlidir və görürsünüz, şərtdə də deyilir ki, sadələşdirin və dəyişənlərin verilmiş qiymətində ifadənin qiymətini tapın. Yəni, əvvəlcə sadələşdirmək lazımdır. Mənfi 2 vururuq X-a, olur mənfi 2X, mənfi 2-ni mənfi 7'yə vururuq, müsbət 14. Bax, burada mənfi olur müsbət 5X və 18 müsbətdə qarşısında mənfi işarə var, olur çıxılsın 18. Deməli, mənfi 2X üstə gəl 5X, 5'dən 2'ni çıxırıq, müsbət 3X olur. Müsbət 14, mənfi 18 olur, çıxılsın 4. 18'dən 14'ü çıxırıq, işarəsi mənfi. Və sonda gətirib qiymətini yerinə yazırıq. X-in qiymətini bizə mənfi 6 vermişdik. Yazırıq 3 vurulsun mənfi 6, çıxılsın 4. 3'ü də mənfi 6'ya vururuq. Mənfi 18, çıxılsın 4. Bu da bizə verir mənfi 22. Keçirik beybəndilər. Beybəndində də dəyişənlərin qiymətləri verilib. A bərabərdir mənfi 4, B bərabərdir mənfi 2 və ifadəmiz var. 3 vurulsun A üstə gəl 3B, A üstə gəl 3B, çıxılsın 4, A çıxılsın 5B. Diqqətlə baxaq, 3'ü A'ya vururuq əvvəl, olur 3A, 3'ü müsbət 3B'yə vururuq. Üstə gəl 9B, mötərizənin qarşısında mənfi işarəsi var. Əksinə dəyişir işarələr, çıxılsın 4A, üstə gəl 5B. Və oxşar hədlər 3A çıxılsın 4A olur mənfi A. 9B üstə gəl 5B olur 14B. Və sonda qiymətləri yerinə yazırıq. Mənfi 4. A'nın özünün də mənfi işarəsi var. Axı mötərizədə yenə də mənfi 4. Üstə gəl 14 vurulsun B. B'nin də işarəsi mənfidir. Mötərizədə yazırıq mənfi 2. Mənfi 4'ün əksi müsbət 4. 14'ü də mənfi 2'yə vururuq. Mənfi 28 və 4 çıxılsın 28. Bu da bizə verir mənfi 24. Keçid alırıq C bəndinə. C bəndində dəyişənin qiyməti bizə mənfi 7 verilib. İfadəyə baxaq. Mənfi 4M üstə gəl B çıxılsın 2 vurulsun mötərizədə mənfi 2M üstə gəl 2D. Gəlin ifadəni sadələşdirək. Mənfi 4M üstə gəl D. Bunlar olduğu kimi saxlanılır. Mənfi 2, mənfi 2'yə vurulur. Olur müsbət 4M. Mənfi 2, 2D'yə vurulur. Olur çıxılsın 4D. Verin, mənfi 4M'dən müsbət 4M əks işarəlidir. Mənfi 4 üstən dörgəndə 0 olur. Yəni bunlar
sıra çevrilir. D çıxılsın 4D, yəni 1 çıxılsın 4D, bu da bizə verir -3D. Və D-nin də qiymətini bizə -7 vermişdi. Gətirib yerinə yazırıq. -3 vurulsun -7, cavabımız olur -21. Keçək 10-cu tapşırığa. 10-cu tapşırıqda birinci təmrimiz 3x çıxılsın 11 bərabərdir 4. Deməli, 3x bərabərdir 4'ü yazırıq. -11'i əks işarə ilə keçiririk sağ tərəfə. Olur 4 üstəgəl 11. 3x bərabərdir. 11'in üstünə 4 gəlirik 15. X bərabərdir. 15'i bölürük 3'ə. X bərabərdir 5. İkinci təmrik. 4x çıxılsın 7 bərabərdir -31. 4x bərabərdir. -31 olduğu kimi qalır. -7 bərabərliyin sol tərəfindən əks işarə ilə keçir sağ tərəfinə. Olur üstəgəli 7. -31'in üstünə 7 gəlirik -24. X bərabərdir. -24'ü bölürük 4'ə. X bərabər olur -6'ya. Üçüncü təmrimiz 2 çıxılsın 3x bərabərdir 17. 3x'in işarəsi mənfidir. -3x bərabərdir 17 sağ tərəfdə olduğu kimi yazılır. 2 əks işarə ilə keçir bərabərliyin sağına. -3x bərabərdir 17'dən 2 çıxırıq 15. X bərabərdir 15'i bölürük -3'ə. X bərabər olur -5. Dördüncü təmrimiz -5x üstəgəl 7 bərabərdir -18. -5x bərabərdir -18 olduğu kimi yazılır. 7 əks işarə ilə bərabərliyin sağ tərəfinə keçir. -5x bərabərdir. Hər ikisinin sol tərəfində mənfi işarəsi gördükdə toplanılır. İşarəsi mənfi olur. X bərabərdir -25'i bölürük -5'ə. X bərabər olur -5. Keçirik ikinci üstündəki təmrlərə. 3 bölünsün. İkinci üstunda birinci təmrimiz. Deməli, 3 bölünsün x 3 vurulsundur. 3 vurulsun x üstəgəl 8 bərabərdir 6. X üstəgəl 8 bərabərdir. Axı 3 vurulsundur. Deməli, məhsul qrupunun tapılması kimi baxırıq. 6 bölünsün 3. X üstəgəl 8 bərabərdir 2. X bərabərdir 2 çıxılsın 8. X bərabərdir -6. 4 vurulsun 2x çıxılsın 1 bərabərdir -12. 2x çıxılsın 1 bərabərdir -12 bölünsün 4. 2x çıxılsın 1 bərabərdir -3. 2x bərabərdir -3 üstəgəl 1. Sol tərəfdə -1 keçdi sağa. 2x bərabərdir -2. X də bərabərdir -2'ni 2'yə bölürük -1. Üçüncü. 8 çıxılsın 4x. 8 çıxılsın 4x bölünsün -4 bərabərdir -6. 8 çıxılsın 4x bərabərdir. Uşaqlar, birinci mötərizəyə bölünən kimi baxırıq. Bölən qismət. Bölünəni də tapanda qisməti bölənə vurmaq lazımdır. Yəni -6'nı -4'ə vurmaq lazımdır. 8 çıxılsın 4x bərabərdir. -6'nı -4'ə vururuq 24. -4x bərabərdir 24 çıxılsın 8 və -4x bərabərdir 24'dən 8'i çıxırıq 16. X bərabərdir 16'nı bölürük -4'ə. X bərabər olur -4. Və ikinci sonuna 4-cü təmrimizə baxırıq. 9 çıxılsın 2x
9 çıxılsın 2x bölünsün. Mənfi 3 bərabərdir 3. Eyni qayda ilə bölünəni tapırıq. 9 çıxılsın 2x bərabərdir 3 vurulsun. Mənfi 3. 9 çıxılsın 2x bərabərdir. 3'ü mənfi 3'e vururuq. Mənfi 9. Və mənfi 2x bərabərdir. Mənfi 9 sağ tərəfdə olduğu kimi yazılır. Soldakı 9 əks işarə ilə keçir sağa. Mənfi 2x bərabərdir. Hər ikisinin sol tərəfində mənfi olanda toplanılır. Mənfi 18. X bərabərdir. Mənfi 18'i bölürük mənfi 2'yə. X bərabərdir 9. Keçirik 3-cü sütuna. 3-cü sütunda birinci. 7x üstəgəl 18 bərabərdir 2x çıxılsın 2. Məchul olanları sol tərəfdə yazırıq. 7x çıxılsın 2x bərabərdir. Mənfi 2 çıxılsın 18. 18 əks işarə ilə keçdi sağ tərəfə. 5x bərabərdir. Mənfi 20. X bərabərdir. Mənfi 20 bölünsün. 5 x bərabərdir. Mənfi 4. 3-cü sütunda ikinci tənliyə baxırıq. 3x üstəgəl 17 bərabərdir. 1 çıxılsın 5x. 3x üstəgəl 5x bərabərdir. 1 çıxılsın 17. 8x bərabərdir. Mənfi 16. X bərabərdir. Mənfi 16'nı 8'e bölürük. Mənfi 2. 3-cü sütundan 3-cü tənliyə baxırıq. X üstəgəl 4 bərabərdir. Mənfi 4 çıxılsın 3x. X üstəgəl 4 bərabərdir. Mənfi 4 çıxılsın 3x. Sağdakı mənfi 3x gəlir sola. Sağdaki mənfi 4 yazılır. Soldaki 4 əks işarə ilə gedir sağa. 4x bərabərdir. Mənfi 8. X bərabərdir. Mənfi 8'i bölürük 4'ə. X bərabər olur. Mənfi 2'ye. Və 3-cü sütundan 4-cü təhliyimizə baxırıq. 8 çıxılsın 2x bərabərdir. X üstəgəl 20. Mənfi 2x. Sağdakı x geçir sola çıxılsın x. 20 işarəsini saxlayır. 8 geçir sağ tərəfə əks işarə ilə. Mənfi 3x bərabərdir 12. X bərabərdir 12 bölünsün. Mənfi 3 x bərabər olur. Mənfi 4'ə. Və keçirik 4-cü sütunda birinciyə. 3x çıxılsın 6x üstəgəl 1 bərabərdir 19. 3'dən 6'nı çıxanda mənfi 3x bərabərdir 19 yerində qalır. 1'i də keçirdirik əks işarə ilə sağ tərəfə. Mənfi 3x bərabərdir 18. X bərabərdir 18 bölünsün. Mənfi 3 x bərabərdir mənfi 6. Və 4-cü sütundan ikinci tənliyimiz mənfi. Ötəridə də x üstəgəl 2 çıxılsın x bərabərdir mənfi 8. Ötəricənin qarşısında mənfi işarəsi var. Əks işarə ilə yazılırlar ifadələr. Amma mənfi x-ə aid deyil. Bu mötərizədən kənardadır. Yəni mənfi x olduğu kimi yazılır. Bərabərdir mənfi 8. Oxşar hədlər mənfi x, mənfi x. Olur mənfi 2x çıxılsın 2 bərabərdir mənfi 8. Mənfi 2x bərabərdir mənfi 8. Üstəgəl 2 mənfi 2x bərabərdir mənfi 6 və x bərabərdir mənfi 6'nı mənfi 2'yə bölürük. Olur 3. Və 4-cü sütundan 3-cü tənliyimiz 2 vurulsun x çıxılsın 5 bərabərdir x çıxılsın 4x. 2'ni x'a vururuq 2x. 2'ni mənfi 5'e vururuq mənfi 10. X çıxılsın 4x. Yəni 1 çıxılsın 4 mənfi 3x. 2x mənfi 3x gəlir sola üstəgəl 3x bərabərdir. Mənfi 10 keçir sağ tərəfə müsbət 10. 5x bərabərdir 10 və x bərabərdir 10'u bölürük 5'ə və x də bərabər olur 2'yə. Və keçid alırıq sonuncu tənliyimizə.
4 vurulsun, x çıxılsın 2, üstə gəl 25 bərabərdir. 3 vurulsun, 1 çıxılsın x. 4 vurulur x-a, 4x. 4 mənfi 2'ye vurulur, mənfi 8. Üstə gəl 25. 3 vurulur 1'ə, 3. 3 vurulur mənfi x-a, mənfi 3x. 4x mənfi 3x gəlir sola, üstə gəl 3x bərabərdir. 3 yerində qalır. Mənfi 8 gedir sağa, müsbət 8, 25'də keçir sağ tərəfə mənfi 25. 4x üstə gəl 3x, 7x, 3 üstə gəl 8, 11, 11'dən də 25'i çıxırıq. Mənfi 14. Və x bərabər olur, mənfi 14'ü 7'ye bölürük. Cavabımız olur mənfi 2. 11-ci tapşırıq. Tapşırıq 11. Yenə də tənlidir. Tənasübün əsas fasiləsindən istifadə etməliyik. Baxaq birincisinə. X üstə gəl 4. Məxrəcli. Yəni x üstə gəl 4'ün 4'ə nisbəti bərabərdir. X çıxılsın 1'in 2'ye nisbəti. Tənasübün əsas fasiləsini bilirik. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni 2 vurulsun. X üstə gəl 4 bərabərdir. 4 vurulsun. X çıxılsın 1. 2'ni x'a vururuq. 2x 2'ni 4'ə vururuq. 8. 4x'a vururuq. 4x 4'ü mənfi 1'ə vururuq. Mənfi 4. 2x çıxılsın 4x bərabərdir. Mənfi 4 çıxılsın 8. Mənfi 2x bərabərdir. Mənfi 12 x bərabərdir 6. Keçirik ikincisinə. B-bəndi. 3x çıxılsın 4'ün 2'ye nisbəti bərabərdir. X üstə gəl 1'in 3'ə nisbəti. 3 vurulur 3x çıxılsın 4'ə. Yəni kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. 2 vurulsun. X üstə gəl 1. 3x'a vururuq. 9x 3'ü mənfi 4'ə vururuq. Mənfi 12. 2x'a vururuq. 2x 2'ni 1'ə vururuq. 2. 9x çıxılsın 2x. 2 üstə gəl 12. 9x'dən 2x çıxırıq. 7x 2 üstə gəl 12. 14. X bərabərdir. 14'ü bölürük 7'yə. X bərabərdir 2. Keçid alaq C bəndinə. X çıxılsın 3'ün x üstə gəl 1'ə nisbəti bərabərdir. 1'in 2'yə nisbəti. Yenə də kənar hədlərin hasili 2 vurulsun. X çıxılsın 3 bərabərdir. X üstə gəl 1. 2 vurulsun 2. 2 vurulsun x 2x. 2 vurulsun mənfi 3 mənfi 6. Və x üstə gəl 1 olduğu kimi saxlanılmış. 2x çıxılsın x bərabərdir. 1 üstə gəl 6. 2x çıxılsın x. X 1'in də üstünə 6 gəlirik. 7. Deməli x bərabər olur 7'yə. Və sonuncu B bəndi. 2x çıxılsın 3'ün 2x üstə gəl 1'ə nisbəti bərabərdir. 3'ün 4'ə nisbəti. Kənar hədlərin hasili 4 vurulsun. 2x çıxılsın 3 bərabərdir. Orta hədlərin hasili 3 vurulsun. 2x üstə gəl 1. 4 vurulsun 2x. 8x 4'ü 3'ə vururuq. 12. 2x'a vururuq. 6x 3'ü 1'ə vururuq. 3. 8x çıxılsın 6x. 3 yerindədir. Mənfi 12 keçir sağa. Müsbət 12. 2x bərabərdir. 3'ün üstünə 12 gəlirik. 15 və 15'i də bölürük 2'yə. Cavabımız olur 7 tam onda 5. 11-ci tənliyin də izahını verdim. İnşallah. Hələlik burada videonu saxlayıram. Siz əgər bu videoların davamlı gəlməsini istəyirsinizsə kanala abunə olun, videoları bəyənin. Yenidən görüşənə qədər hələlik inşallah.